Allahu 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 Allah Allahu 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 Allah Allahu Allahu Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Əqaid mövzusu davam edir. Bugünkü mövzumuz Allahı tanımaq barəsindədir. Ötən müzakirələrdə biz İslam əqaidində müzakirə olunan bir çox məsələlərə işarə etdik. Bugün isə Allahı tanımaq barəsində siz əzizlərlə müzakirə edəcəyik inşallah. İlk növbədə bunu bilən ki, İslam təlimlərinə əsasən insan həmişə insan olmuşdur. Yəni, insanın yaranış mənşəyi, həyatı, ölümü özünə məxsusdur. Və insan qədəmlərini bu dünyaya qoyduqdan bu məsələ hər bir insan üçün, hər bir insan növü üçün keçərli olmuşdur. İslam təlimlərində insanın həyatı, yaranışı, ölümü müqəddəsdir. Bir nizam üzərində hərəkət edir. İnsanı digər varlıqlarla fərqləndirən cəhətlər müxtəlif və fərqli olsa da, bunların başında duran insanın yaradana, öz Rəbbinə tabi olması, ona mərifətli olmasıdır. Yəni, digər varlıqlar arasında insandır öz Rəbbinin həqiqətini tanısın, ona təslim olsun. Bu məsələni biz bütün bəşər tarixinə müraciət etdikdə aydın şəkildə görmüş ola bilərik. İrqindən, coğrafiyasından asılı olmayaraq hər bir bəşər tarixində, hər bir mədəniyyətdə, hər bir sivilizasiyada Allaha, dinə inam, axirətə inam nişanələri aydın sezilməkdədir. Buna görə də biz ilk növbədə insanın yaranışını, həyatını, ölümünü dəyərli və müqəddəs bilməliyik. Çünki insanın yaranışını, həyatını, ölümünü müqəddəs bilməklik səbəb olur ki, insan öz yaradanı barəsində, öz Rəbbi barəsində düşünsün, dərk etsin. Bəlkə də buna görə dini mətnlərdə belə məzmunda söz keçir ki, hər kim özünü tanısa, Rəbbini tanımış olar. Demək, ilk növbədə insan öz yaranışını, öz dünyadakı hədəfini və gedəcəyi yeri tanımalıdır ki, Rəbbini də tanımış olsun. Bəli, insan öz əqli və fitrətinə əsasən Rəbbini tanıyır, Rəbbi barəsində düşünür. Bunun digər səbəbləri də ola bilər. Necə ki, hər bir insanda tapılmasa da bir çox insanlarda bunlar tapılır. Onlardan biri insanın özünə olan sevgi və məhəbbətidir. Özünü sevən, öz mənşəyini sevən insan özünü digər varlıqlarla, heyvanlarla fərqləndirməyə çalışacaq. Bu fərqləndirmək müxtəlif cəhətlər, aspektlərdən təhlil oluna bilər. Heç şübhəsiz onların biri də müqəddəs yaranışdır. İnsan Tanrıya etiqad bəslədikdə öz yaranışını müqəddəs olaraq dərk edə bilər, müqəddəs olaraq görə bilər. Digər səbəblər Allaha inam, Allahı tanımaq səbəblərindən insanın araşdırma hissi, insanın müəyyən onun üçün qaranlıq qalan məsələləri aydınlaşdırmaq cəhdidir. Heç şübhəsiz, yaradılış aləminə, kainata baxan düşüncəli insan bu kainatın arxasında, bu kainatın fövqündə duran yaradanı dərk etməyə, onunla təmasa, ünsiyyətə girməyə can atır. Və eyni zamanda insanı Allahı tanımağa dəvət edən, təhrik edən
həvəsləndirən məsələlərindən biri aramlıqdır. İnsan öz yaradanına tabe olduqda, onu tanıdıqda, onunla ünsiyyətə girdikdə aramlıq olur. Təsəvvür edin ki, bir insan, bir övlad, bir uşaq müəyyən istirablardan, narahatsızlıqlardan öz valideyninə tərəf, anasına tərəf üz tutur ki, bu sıxıntılardan aramlıq tapsın, rahatlaşsın. Niyə görə? Çünki anasını özü bilir, özünü ona mənsub bilir. Digər şəxslərin yanına yox, məhz anasına doğru gedir. İnsan da bütün bu həyati problemlər, həyati çətinliklərdən aram olmaq istəyirsə, heç şübhəsiz həmişə çalışmışdır ki, öz Rəbbinə tərəf getsin. Bütün bunlar biz insanların daxilində olan Allahı tanımaq, Allaha tərəf sövq edən məsələlərdir. Bura qədər biz insanların əqli və fitri xüsusiyyətləridir ki, Allahı tanımağa dəvət edir. Bəs yaxşı, bu məsələ yalnız insan tərəfindəndir, yoxsa Allah özü də özünü tanıtmaq üçün müəyyən işlər görmüşdür? Mən bir misal deyim. Təsəvvür edin ki, bir insan xarici bir ölkədə həkimlik üzrə ixtisas alır və gəlir vətəninə. İzdihamlı bir şəhərdə özü üçün klinika açır. Amma heç bir elan vurmur. Mən işim nədir, hansı xəstəlikləri müalicə edirəm və kimlər mənə müraciət edə bilər. Oturur öz klinikasında və belə deyək, özünün kəşf olunmasını istəyir. Gözləyir ki, insanlar gəlib bunu kəşf etsinlər. Heç şübhəsiz belə bir insanın yanına heç kim müraciətə gəlməyəcək. Bir də var, bir insan həmən formada xaricidə təhsil alır, həkimlik. İnsanlara xidmət etmək üçün, onların xəstəliklərini sağaltmaq üçün elan vurur ki, mən hansı xəstəlikləri müalicə edə bilərəm və hansı şəxslər mənə müraciət edə bilər. Heç şübhəsiz ehtiyacı olan şəxslər, yəni həmən xəstəliklərin müalicəsini almaq istəyən şəxslər həmən insanı gəlib tapacaqlar. Yəni bu özünü tanıdandan sonra insanlar onun yanına gəlir, müraciət edirlər. Allah barəsində məsələ tam əksinədir. Nə Allah gizlidir, nə də özünü ilk növbədə tanıdır. Yəni Allah Taala özünü göstərməmişdən qabaq insan Allaha tərəf gedir. Bir həddə qədər ona mərifət əldə edir, onu tanıyır. Amma ikinci tərəfdən Allah özünü də tanıtdırır. Allah öz xüsusiyyətlərini, sifətini insana tanıtdırır. Bir həddə qədər insan gəldikdən sonra artıq Allah da özünü insana təqdim edir. Belə deyil ki, Allah anlayışı yalnız insanın öz təsəvvürü olsun. Xeyr, Allah da özünü insana tanıtdırır. Necə ki, insan Allahı tanıdır. Deməli, insan Allahı kəşf etmir. Allah həqiqətdir, varlıqdır. İnsana özünü göstərir və insana da bu qabiliyyət, bu istedad var ki, Allahı tanısın. Bəs yaxşı, Allah özünü nələrlə biz insanlara tanıdır? Heç şübhəsiz ilk olaraq kainat və yaradılış aləmin vasitəsilə özünü tanıdır. Biz kainata istər mikro aləm olsun, istər makro aləm olsun, istər böyük kainat olsun, istər kiçik yaradılışlar olsun, biz onlara baxdıqda Allahın əzəmətini, qüdrətini, bir sözlə ilahi nişanələri görə bilərik. Bu Allahın özünü tanıtmasının bir cəhəti. İkinci tərəfdən Allah özünü peyğəmbərlər vasitəsilə tanıdır. Peyğəmbərlərə göndərdiyi, vəhy etdiyi kitablar vasitəsilə özünü tanıtdırır. Deməli, Allahı tanıma ilk növbədə biz insanların fitrətində, təbiətində, düşüncəsində qoyulmuş bir məsələdir. Bundan sonra kainat Allahı tanıdır və eyni zamanda din, İslam dini, müqəddəs kitablar da Allahı
tanıtmaqla məşğuldur. Yəni Allah özünü bu üç yolla insanlara tanıdır, özünü insanlara müərrifi edir, özünü göstərir. Bunlar niyə görə fərqlidir? Dediyimiz kimi insanların istedadlarına, düşüncəsinə, tutumlarına görə fərqlidir. Allah Teala hər bir halda istedadlara əsasən özünü tanıdır. Bəs yaxşı, bu mərifətlər, bu tanımlar arasında fərq olacaq. Bəs bunun cavabı nədir? Yəni əmin, doğru olan hansıdır? Heç şübhəsiz bunlardan ən üstünü, ən dəyərlisi Allahın özünü tanıtdırdığı kimi tanımaqdır. Allah özünü hansı formada vəsf edib, hansı formada tanıtdırıb. Bu tanımaqlıq insanı həqiqi xoşbəxtliyə, həqiqi dindarlığa, həqiqi səadətə apara bilər. İnşallah gələn müzakirələrimizdə bu məsələ barəsində nisbətən geniş formada siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Allahu, 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 Allah, Allahu, Allah.